Bəzən uşağın eşitdiyi bir cümlə üzünə dəyən sillədən daha ağır iz buraxır. Uşaqlıq travması zorakılıqla yanaşı, laqeydlik, emosional soyuqluq, davamlı tənqid, qorxu ilə böyütmə və sevginin şərtli verilməsi nəticəsində də yaranır. Psixoloq Könül Həsənovanın sözlərinə görə ilk növbədə anlayan valideyn olmaq lazımdır. Uşaqda təkcə qışqırmaq və ya böyük bir hadisənin olması travma yaratmır. Dəyərsizlik duyğusu, qorxu içində yaşamaq, anlaşılmamaq, bu artıq uşaqlarda travmanın yaranmasına səbəb olur. Məsələn, valideynlərdən yanlış bir yanaşma var. Uşaq ağlayır. Ağla. Təsəvvür edin ki, sizə nəsə olub və siz ağlayırsınız və sizə heç kim diqqət yetirmir və soruşmur ki, nə olub, niyə ağlayırsan? Avtomatik olaraq dəyərsizlik duyğusu yaranar və bu artıq bir travma deməkdir. Gələcəkdə aslı tip şəxsiyyət pozuntusuna çevrilər. Kimsə ona dəyər verdiyi zaman ondan aslı olacaq. Travmalarımız bizlə bərabər böyümüş olur. Könül Həsənova deyir ki, uşaqlıqdakı hər bir travma gələcəkdə özünü fərqli formalarda büruzə verə bilir. Bəzi yetkinlik yaşına çatmış şəxslərdə həyəcan təşvişlərinin olması da elə bundan qaynaqlanır. Həmçinin valideynlərin ayrılması və sonradan uşaqla davranışın düzgün olmaması da ciddi travmalar yaradır. İki böyük insanın ayrılmasını, uşağın ana və atasının ayrılmasına gətirib çıxartmaq olmaz. Biz iki insan bir-birimizə qarşı hisslərimiz bitə də bilər və biz yollarımızı ayıra da bilərik. Amma bu bizim ana və ata olmamağımız demək deyil. Uşağı bəzən aldadırlar. Atan yoxdur, atan xaricdədir. Uşağın yaş faktoruna görə izah etmək lazımdır. Övladımızı dinləyə bilsək, öhdəlikləri kiçik yaşdan kiçik formada onlara verməyi öyrənsək, kiçik məsuliyyətlər, kiçik öhdəliklər verdiyimiz zaman mümkün qədər travmaların qarşısını alacağıq. Psixoloq qeyd edir ki, uşaqlara kiçik yaşlarından etibarən qərar verməyə imkan yaradılmalıdır. Bu, onların məsuliyyət hissinin formalaşmasına və yetkinlik yaşına çatdıqda öz qərarlarını müstəqil şəkildə verə bilmələrinə kömək edir. İlhamə Kələyeva, Vüsal Hüseynov, Xəbər Ertəsi.